Redaksiyamıza daxil olan növbəti xəbər Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsində yerləşən Beyləqan ət məhsulları mağazası ilə bağlı ciddi iddialar səsləndirilir. Vətəndaşların bildirdiyinə görə mağazada sanitariya qaydalarına əməl olunmur. İddialara əsasən ət məhsulları açıq şəraitdə saxlanılır. Üzərinə milçəklər qonur, qapılar açıq vəziyyətdə saxlanılır. Bundan əlavə, soyuducu avadanlıqları işləməməsi səbəbindən ət məhsullarından xoşagəlməz qoxu gəldiyi iddia olunur. Alıcıların sözlərinə görə bəzi ödənişlər kassa aparatı vasitəsilə deyil, mobil telefon üzərindən kartdan karta köçürülmə yolu ilə qəbul edilir. Səsləndirilən iddialar qida təhlükəsizliyi və istehlakçı hüquqlarının baxımından ciddi narahatlıq doğurur. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir. 98 58 tutuyorum. 58 44 64 72 64 72 92 74 92 74. ne kadar